11-ci siniflərə güvən blok imtahanında salınmış sual izahına baxırıq. Kanala abunə olub videonu bəyənməyi unutmayın. Fərqi 8 olan 2 ədəd götürdük. X çıx y 8-dir. 2 ədədin kvadratları fərqi 16-dır. Yəni x kvadrat çıx y kvadrat bərabərdir 16. Bu ədədlərin hasilini bizdən istəyirlər. Gəlin əvvəlcə ədədləri tapaq. X kvadrat çıx y kvadrat müxtəsər vurma düsturudur. Hansı ki biz bunu bu formada açılışını yaza bilərik. X çıx y-in yerinə 8 qoysaq, 8-i 2-yə vursaq 16 edər. Onda x üstə gəl y 2-dir. X çıx y 8-dir. Tərəf-tərəfə toplaya bilərik. Toplasaq buradan alınır. 2 dənə x 10. Y-lər islah olunur çünki əks işarəlidir. X olacaq 5. X 5-dirsə y-də mənfi 3-dür. Çünki 5-dən mənfi 3 çıxanda 8 qalar. Ədədlərin hasili 5-i mənfi 3-ə vuraram, mənfi 15 edər.